Başlayaq. Selamun Aleyküm ve Rahmetullahi Və Şəmal. aleykumussalam və rəhmət. Qurban kəsmək istəyənlər nələrə fikir verməlidir? Qurban kəsmək istəyən nəyə diqqət etməlidir? Qurban kəsmək istəyən demək qurbanın özündə, qurbanda diqqət eləməlidir nəyə? Əsasən eyib olmasın. Eyib də nədir? Bir gözü kör olmasın, axsaq olmasın, xəstə olmasın, çox arıq olmasın, həddən artıq arıq olmasın. Yəni bunlara diqqət etməlidir. Həmçinin kəsərkən Bismillah, Allahın adı ilə kəsir. Həmçinin qibləyə tutmaq sünnədir, müstəhəbdir. Və ya başqasına kəsdirirsə, yenə də Bismillah ilə kəsilməlidir. Həmçinin Bismillah deyəndən sonra Bismillah, Allahu Ekber, dua demək olar. Allahümmə həzə minkə və lək, Allahümmə həzə an əhli beyti, məsələn. Əsas bunlara diqqət eləməlidir. Savab əməllər günahları silirsə, günahlar da savab əməlləri silirmi? Demək, qardaşlar, bildiyimiz kimi savab əməllər günahları silir. Bu Allahın lütfüdür. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnəl həsənəti yuzhibnə seyyiət. Həqiqətən, yaxşı əməllər günahları silir. Lakin indi sual verirlər ki, günah əməllər də savabları silirmi? Birinci bunu qeyd edim ki, yalnız küfür, yəni insanın kafir olması, dindən çıxması bütün əməlləri batil edir. Yəni bütün əməlləri batil edən yalnız küfürdür. O ki, qaldı küfürdən aşağı günahlar, bu günahlar hansısa bir savab əməlləri apara bilərmi? Bu barədə alimlərin görüşləri var, yəni iki görüş var əsasən. Bir görüşdə alimlər qeyd edirlər ki, aparmır deyirlər. Çünki savab əməllər günahları silir, günahlar isə savabları silmir, əgər küfürdən aşağıdırsa. Lakin ikinci rəy, bu daha doğru rəydir. Həmçinin bu rəy İbn Teymiyyə və İbn Qeyyimin rəyidir ki, bəzi günah əməllər müəyyən savab əməlləri silə bilər, cəza olaraq. Amma hamısını yox. Deyir ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzinə əmənu la tubtilu sadaqatikum bil-mənni vəl-əzə. Ey iman gətirənlər, sədəqələrinizi minnət və əziyyətlə batil etməyin. Yəni, müəyyən əməllər, demək, müəyyən günah əməllər, müəyyən savab əməlləri apara bilər. Bu da cəza olaraq. Lakin bütövlükdə aparmır. Bütövlükdə aparmır. Aydındır? Hə. Bir ibadətin necə edilməsini Quranda tapmasam nə etməliyəm? Misal üçün namaz, həc. İndi mən də sual verirəm, hansı ibadətin edilməsi Quranda göstərilib ki? Heç bir ibadətin necə edilməsini sən Quranda tapa bilmərsən. Allah Teala buyurur, namaz qıl. Namaz neçə rükətdir? Fəcr namazı neçə rükətdir? Zöhr neçə rükətdir? Əsr, məğrib, işa. Bunları biz hardan götürürük? Hədislərdən. Hədis inkarcılar deyir ki, yox, 2 rükətdir. Quranda Allah Teala buyurur ki, 2 rükətdir. Halbuki Allah Teala buyurur ki, səfərdə olduğunuz zaman qısaldın, səfərdən qayıtdığınız zaman əmnəmanlıda olduğunuzda tamamlayın namazı. Ona görə də bu belə sual vermək düzgün deyil. Əgər namazın hansısa ibadəti Quranda tapmasan, sən heç bir ibadətin keyfiyyətini, necəliyini Quranda tapmayacaqsan. Namaz, zəkat. Allah Teala buyurur ki, zəkat verin. Zəkat hansı mallara düşür? Zəkat nə qədərdir miqdarı? Nisabı nə qədərdir? Nə qədər çıxarılır? Allah Teala buyurur, oruç tutun. Orucu pozan hansı əməllərdir? Hansı hallarda oruç tutulmur? Orucu pozan, qeyd elədik, pozan əməllər, bunlar hamısı hədislərdə gəlir. Allah Teala buyurur ki, həcc edin. Düzdürmü? Həcci necə edək? Bunların hamısı hardan götürülür? Hədislərdə. Ona görə də cavab belədir. Allah Teala bizə Quran-ı Kərimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə vəhy etməklə göndərib və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə nümunədir.
Necə ki Allah Teala nə deyir? Laqad kana lakum fi rasulillahi uswatun hasana limen kana yarjullaha vel yevmel ahira ve zekerallaha kesira. Həqiqətən Allah elçisi sizlərə, kimə? Allaha və axirət gününə ümid edənlərə və həmçinin Allahı zikr edənlərə gözəl nümunədir. İndi əgər biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsini götürməsək, onun etdiyi əməlləri, sünnədə nədir? Peyğəmbər sallallahu əleyhi və səlləmin əməlləri. O zaman necə onu özümüzə nümunə götürə bilərik? Aydındır. Ona görə də bütün əməllərin, bütün ibadətlərin necəliyi, onların şərtləri və sair ərkanları hamısı nədir? Hədislər vasitəsilə. Ona görə də hədislərə qayıtmalısan. Hədislərə qayıtmalısan. Və Allah Teala da burada nə deyir? Allahın elçisi sizə nəyi verirsə onu götürün. Və nədən çəkindirirsə ondan çəkinin. Allaha və Rəsuluna itaət edin. Ne görə Allah Teala bunları qeyd edir? Allah özü ilə bərabər elçisini də qeyd edir. Sual verən soruşur ki, əqiq kəsmək barədə Quranda ayə varmı? Əqiq kəsmək barədə Quranda xeyr, ayə yoxdur. Əqiq Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsində sabitdir. Oğul öz sağ olan atasının yerinə qurban kəsə bilərmi? Bəli, kəsə bilər. Oğul öz atasının da yerinə, qohumlarının da yerinə sağ olsalar belə, bəli, kəsə bilər onların əvəzinə. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm 2 qurban kəsdi, birini özü üçün, digərini isə ümmətin adından. Zilhiccənin gündüzlərində hansı əməli etmək daha savablı və daha əfsəldir? Məqamı düşmüşkən xatırlatmaq etmək istəyirəm. Biz Zilhiccə ayındayıq. Və Zilhiccə ayında edilən, istənilən savab əməl Allaha digər günlərdə edilən əməllərdən daha sevimlidir, ən sevimlidir. Və əməl dedikdə burada istənilən savab əməldən söhbət gedir. İstər zikr olsun, istər nafilə namazları, yəni fərz ibadətlərdən sözsüz ki, öz yerində. Zikr, nafilə ibadətlər, oruc, valideynlərə yaxşı davranmaq, valideynləri sevindirmək, sədəqə vermək, istənilən savab əməl. Sahabələr səfirlikü soruşurlar, ey Allahın elçisi, hətta Allah yolunda cihad da mı? Yəni bu günlərdə edilən əməllər digər günlərdə Allah yolunda edilən cihaddan da daha üstündürmü? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Hətta Allah yolunda edilən cihaddan da. Yalnız bir əməl istisnadır, o da bir insan malı ilə, canı ilə evdən çıxar və ondan heç bir şey qayıtmaz. Yəni səfir edin ki, bir insan Zilhiccə ayının ilk günü, 10 günündən başqa bir gündə əgər cihada getsə və sağ qayıtsa, Zilhiccə ayının 10 günündə edilən əməl ondan daha üstün olacaq. Bir halda ondan üstün olmur ki, əgər qayıtmasa, malı da və canı da Allah yolunda fəda olunsa. Lakin əgər səfir gedib qayıtsa, yenə də Zilhiccə ayında edilən istənilən ibadət, zikir, Subhanallah, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber, fərq eləmir qardaşlar. Ona görə sələflər, biz oxusaq onların tərcümə halını görürük ki, Zilhiccə ayının ilk 10 günü girəndə nə edirdilər? Çalışırdılar. Çünki bu ibadət mövsümüdür. Dedi ki, Ramazan ayı kimi, bu da, yəni bu Ramazan ayında heç də geri qalmır. Alimlər ittifaq ediblər ki, Ramazan ayının son 10 gecəsi, Zilhiccə ayının isə ilk 10 günü, gündüzləri daha fəzilətlidir. Yəni ilin ən fəzilətli günləridir. Və bu fürsəti əldən vermək olmaz. İnsan gərək qafil olmasın. Həmçinin bu gündə Arafa günü var. Arafa günü tutulan oruc bir il əvvəlki və bir il sonraki günahları bağışlamasına səbəbdir. Həmçinin bu gündə həc ibadəti var. Ayın 10-u qurban kəsilən gündür. Qurban ibadəti var. Yəni bu 10 günün, ilk 10 günün fəziləti çox böyükdür. Və alimlər qeyd edirlər ki, səbəblərdən biri budur ki, bu 10 gündə, Zilhiccə ayının ilk 10 günündə İslamın bütün ərkanları nə olur? Əməl olunur. Namaz, zəkat da verirlər, oruc, həmçinin həcc. O ki, qaldı əməllərə, bayaq qeyd edildiyimiz kimi, istənilən əməl, istənilən salih əməl bu gündə etmək
savabdır. Həmçinin təkbirlər iki cürdür. Var fərz namazından sonra başlayan təkbirlər. Bu təkbirlər Arafa günü sübh namazından sonra başlayacaq. Ta ki təşrik günlərinin sonuna kimi. Lakin belə isə həmin təkbirləri digər vaxtlarda istənilən qədər demək olar. Suallar bu qədər idi mənim. Allah razı olsun. Allah eşidib faydalanır bizi. Və sallallahu aleyhi və səlləm Muhammedin və aləyə.